Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in sallallahu ala seyyidina Muhammedin ve ehl-i beytihim tahirin ve la'natullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu ve tarda. Bugünkü İslam tarixində 15-ci dərsimiz mövzusu İslam Peyğəmbərinin hicrət məsələsidir. Birinci, bu da hicrət nədir? Bir yerdən bir yerə köç etmək. İslamın əsas məbnai məsələlərindən biri də hicrət məsələsidir. Hicrət, əgər bir yerdə sizə nə çox əziyyət verilərsə, əzab verdilərsə, gərək həmin yerdə və səni orada yaşamağa heç izin vermirlərsə, gərək həmin yerdən hicrət edərsən, bu İslami bir göstərişlərdən biridir. Və Quran-ı Kərimin Nisa surəsi 100-cü ayədə Allah bu cür buyurur: "Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və men yuhacir fi sabilillah yecid fil ardı muragaman kəsiran və sa'atan." Hər kəs hicrət eləsə Allaha xatir, Allah yolunda yer üzərində düşmənlərin sındıran və geniş bir ərazilər tapacaq. Rahat ərazi tapacaq üçün. Çünki insan ki, gördü ki, döyüş meydanında zəifdir, başara bilmir, geri çəkilsin, ta qüvvət yıxsın, düşmənə hücum bu. Bir taktikadır. Ona görə bu hicrət İslami məbnalardan biridir. Hicrət bəhsində bu məşhur məsələdir ki, hicrət Bə'sətin 13-cü illik baş verir. Yəni, İslam Peyğəmbərlik veriləndən 13 il sonra baş verir. Artıq Darunəd və Əbu Talib də gördülər, dünyasını dəyişdi. Bunlar qaldılar ki, çünki Həmzə və Həzrət Əli əleyhissalam, Həmzə Rızvanullah Teala əleyh, Peyğəmbəri canları ilə uyururdular. Onu öldürmək qeyri-mümkün. İndi yaxşı. Neyi neyəsində? Dedilər, belə eləyək. Onu gecə vaxtı. Ki, hər kəs öz evindədir. Gecə vaxtı evinə hücum eləyərək onu şəhid eləsinlər. Və qərar imzalanır. Xüsusi tarixi bizim rivayətlərdə var ki, bunun şeytan insan cildinə gəlir, iblis insan cildinə girir, qoca kişi cildinə gəlir. Bunların Darunədvə Kəbənin yaxınlığında bu, indi də məlun bu Saudiya kralı Peyğəmbər Əkrəmin dünyaya gəldiyi evi orada sökür. Sökmək. Nə var? Özünün sarayını böyüdəcək və bir hissəsini bu məlun balası məlun getirib hərəmin hətta içinə salacaq. Yəni, bunun evi, Allahın evi eyni şeydir. Bu şirkdir, bunu şirkcət heç vaxt deməyin. Bu məlun həmin Darunədvə də bunun indiki kralın yerində var idi, evin sarayını. Yəni, indiki denilsə parlament, milli məclisləri idi, Məkkəliləri. Məkkəli orada deyir ki, bəs siz bunu təkbətək heç kəs öldürə bilmirsiniz. Və heç bir dənə qəbilə, 2 dənə qəbilə də bunu öldürəməz. Çünki bunu öldürsəz, Haşimi qəbiləsinin üzbəüz olacaqsınız. Və bundan da üzbəüz olan gedəcək. Həyatı son versin. Bunu siz bir dənə yollanıya bilərsiniz. Bütün qəbilələr yığışın, əhd eləyin aranızda, hər qəbilədən bir nəfər geçsin, hamı da buna qılınc vursun, yatan yerdə geçsin, nə bunun üstünə, hamı qılınc nizəsini baxdırsın buna, o kimin qılıncının önünü bilinmir, kimin nizəsinin önünü bilinmir. Qan hamının boyuna, bütün Qureyş qəbilələrində buna müharibəli gücləri çatmayacaq. Axır deyinə, zələm ki, razılığa gələrlər, iblis bunu deyir, yoxa çıxır. Bunlar deyir, çox qəşən fikirdir bu qoca kişi, özləri balaları deyib biləsin, atalarının sözünə xoşu gəlir. Və qərar qəbul edirlər, başlayırlar, hamısı da əhdnamə yazırlar, altına öz möhürlərini vururlar. Və hər qəbilədən bir nəfər uçurur. Tarixi rivayətlərimizdə bizim var ki, hədislərdə bu
hadisə Həzrəti Rəsulullah xəbər verilir Həzrəti Cəbrailə. Bəs məsələ bu cürdür, sənin iki dənə məsələ var. İki dənə məsələlərdən biri budur ki, sən İslam Peyğəmbəri bunların düşməni də olsaydı, düşmənlərinə əmin kimi baxardılar. Və onun yanında əmanətləri var idi. Hətta bunu öldürmək istəyənlər, onu imza atanların əmanətləri var idi. Peyğəmbər Əkrəm yanında. Bu hadisədə siz məni qənimət kimi aparardı. İslam Peyğəmbəri əmanətləri saxlayır, həm biz müsəlmanlara İslami əxlaq, həm bir də əqidə dərsi qoyur. Mən aid olan əmanətləri, yəni mən ki boynuma getirdiklərim, hər bir şeyi kim icra edə bilər məndən sonra bu ümmətimin içində başa salır, Əli əleyhisselamı yerinə qoyur, Allahın əmri ilə. Başqa heç kəsin ona ləyaqəti yoxdur. Mənim işlərimi fəqət bir nəfər idarə edə bilər. Və odur bir şəxs ki, bunu yəni elə belə seçməmişəm. Bu adam bax canından keçir, mənim yerimdə yatır, mən gedirəm Allahın əmri ilə. Amma mənim yerimdə yatacaq. O düşmənlər ona hücum edir. Ölüm gözünün qabağındadır. Mən belə bir şəxsə verə bilirəm. Mənim yerimdə yata biləcək adama verə bilirəm. Hər kəs öz yerindən başqasını yatızdırmaz ki. Mənim yerimdə yata bilən adam mənim xəlifəm ola bilər. Həm əxlaq əmanətli sahibinə düşmən də olsa çatdırın, bu əxlaqlı mesaj idi. Həm əqidəvi mesaj kar və körlər üçün. Kar və kör əhli üçün. İslam Peyğəmbəri buyur və evi də mühasirədədir. Evi də mühasirə. Rivayətlərimizdə var. Yasir surəsində və cəalna min beynə eydihim səddən və min xəlfihim səddən fə əxşeynahum fəhəm la yubsirun. Bu ayəsini oxuyur, sağa oluna üfürür. Həzrəti Rəsul çıxır. Məsələn, bu evinin ətrafı mühasirədə bunu görmürlər və ona görə o həqiqi təqva əhli bunun düşmənə müqabilində ucuzda oxusa ucuz gedərlər qabağa. Düşmənə nəsə hiss eləməz. Və cəalna min beynə eydihim səddən ayəsi. Və yola çıxır. Bəs İslam Peyğəmbəri kimi qoyur yerinə Həzrət Əli? Mənası nədir? Mənası da dedi bu şeylərdir. Mənim yerimdə yata biləcək adam məndən sonra xəlifə ola bilər. Mənim üçün məni görə canından keçə biləcək adam və əmanətlərimin sahiblərinə qaytara biləcək adam bu ümmətə rəhbərlik edir. Əslən, orada rəhbərlik məsələsini qoydu. Ondan əlavə, öz qızı Fatimə Səlamullahi əleyhanı da qoydu Məkkədə. Bir dənə qızı var, onu özdə müşriklər çox tutardılar, düşmənin içində qoyun. Və Həzrət Əliyə tapşırır, qızın Fatimə ilə, anın Fatiməni, Fatimə bildəsə, ikisini də sən getirəcəksən. Mən özüm də bir nəfərin yanında bu ümmətdə əmanət bıraxıram ki, o əmanətləri necə var getirə bilər? Həzrət Əlinin şücaətindən, qudrətindən, qüvvəsindən dəm vurur. O yedə qalanlar ondan gücləri çatmır bu şeyə. Hətta şücaətdə əmsə Həmzəyi də bunu tapşırmır. Özündən qabaq onu göndərir. Fəqət Məkkədə kiminlə qalır? Həzrət ən fikir verin, İslam Peyğəmbərin hicrət, hamını göndərir, rəhbər buna deyərlər, sonra özü döyüş meydanını tərk edir. Öz qızını özündən qabaq göndərmir, hətta öz qızını özündən sonra göndərir. İslama rəhbərlik, İslamçıların rəhbərlik istəyənlər, sizdə bu xislət yoxsa heç vaxt siz rəhbər ola bilməzsiniz. Formal və reklami rəhbər ola bilərsiniz. İslam'a rəhbər olmaq budur. Meydanı heç vaxt tərk eləməyər. Birinci özünü, öz ətrafındakı xas ailəsini çox fikirləşməyər. Müfaltməni qoyub, ya əli sən getirərsən.
İslam lider rəhbərçinin sifəti budur ki, özü rəhbərlik etdiyi halda hazır özü qədərsə aradan bir rəhbər, özü olur, ikinci rəhbəri hazırlayıb, hazır saxlayır. Ümmətin gələcəyi üçün. O da, bunlar nədir? Rəhbərçiliyin xüsusiyyətlərindəndir. Əleyhisselam, yatızır. Burada sual verir Aleyhisselam, ya Resulallah, sən, mən burada yerində yatmağına sağ qalacaqsan, yəni ya Əliyəcəm, mən də sağ qalacam, sən də sağ qalacaqsan, amma o qızla ana Fatiməni də getirərsən, filan kəsin malını ver, gələrsən. Deyir, diqqət edin, Həzrət Rəsul çıxır gedir tək. Çıxır gedir, Həzrət Əleyhisselam qalır bu şücaəti ilə. Məlun İbn Teymiyyə işğal edir. Bu şey fəzilətdir. Çünki Əleyhisselam bilir dönməyəcək. Öyle o elmi qeybi xəbər verməsi ayrı. O söhbət budur. Ay İbn Teymiyyə. Ay İbn Teymiyyə. Və sənin tərəfdarların. Ay ağıldan kəmlər. Ay əslən ağıllı məxluq kimi görsənən, ağıl işləməyən, əslən ağlı olmayan məxluqat. Axı, Əli Əleyhisselama ha vaxt bu sözü dedi. Əli Əleyhisselam gəlmişdi, mən razıyam. Razılığını ondan qabaq bildirmişdi. Amma Həzrəti Rəsul gedəndə nigarançılığını bildirdi ki, sən sağ qalacaqsan gitməyinə. Həzrət Əli soruşmadı ki, sən qalacaq. Soruşdu, sən orada elmi qeybi xəbər verdi. Siz ki, deyirsiniz, Peyğəmbər qeybi xəbər bilmir. Ay, al sağlar. Gedin öz tarih kitablarınıza baxın. Buyurdu, ya, İbn Teymiyyənin minhacına bax, ay, al sağ. Ki, Peyğəmbər qeybi xəbər və Peyğəmbər elmi qeyb bilmirdirsə, bu hardan verdi bunu? Ay, mən onlar. Orada deyir ki, bəs elmi qeyb gəldi, bilirdi ki, sağ qalacaq onu görə. Peyğəmbər gedəndə nigarançılığı özünün sağ qalmasına görədir ki, tarih kitablarına deyir, sən sağ qalacaqsın ya Resulallah. Yəni, özü buna razı idi. Allah bu razılığına görə ayə nazirləri, təfsir kitablarımız doludur, Bəqərə 207. Sən deyirsən fəzilətdir. Allah deyir fəzilətdir. Peyğəmbər deyir fəzilət. Əql deyir fəzilət. Bu məlun balası, məlun və ətrafındakı, indiki tərəfdarları məlunlar da deyir, bu fəzilətdir. Quran ayəsi. Və minən-nas mən yəşri nəfsəhu bitəqaə mərdatillah vallahu rəuf. O kəslər ki, Allahla ticarət edirlər, Allahın razılığını qazanmaq üçün canlarını verirlər. Bu fəzilətdir. Və bir dənə bu hadisəyə görə Allah ayə nazir, sən desən fəzilətdir ayətsə. Bunlar əhl-i beytlə son damlasına qədər olan düşmən millətdir. Bunlar zərrə qədər də indikələrin özlərində İslam dinlə bir şey qəbul eləməyiblər, Allah dinlə bir şey qəbul eləməyiblər. Bunların Allahlarıyla Əli ilə düşmən olmaq. Allah bunları budur. Əhl-i beytlə düşmən olmaq, Peyğəmbərlə düşmən olmaq, bunların Allahları budur. Bunların başqa Allahları yoxdur. Hər o kitab ki, Əliyyən əleyhinə yazılır, o onlar üçün Quran hökmündədir. Gedin, baxın da, sihah kitablarında, niyə birinci Buxari, ikinci Müslim, bu sıralama niyə? Çünki birinci Əlidən az yazan Buxaridir, ikinci az yazan Müslimdir. Gedin, baxın. Hər o kitab ki, Əlinin əleyhinə, xeyrinə az yazır, o Quran hökmündədir bunlarda. O Quranın kitabı da budur. Bunların Allahı da budur. Bunlar nəsə müsəlman deyirlər həqiqətdə. Vaqiyyətdir. Bunlar gəlirlər fəzilətdir. Və bismillahsin, o böylərdən birini qoyaydı da. O ki, cəngavər kimi bəzi xəlifələrimizi vermişsiniz qaba, bələdir, bu belə eləyərdi, hamı bundan qorxurdu. Bismillah, qoyuydu onu Məkkədə də, qoyuydu əmanətlərini verməyə də, qoyuydu o qızını getirməyə də, özündən qabaq göndər, çünki burada qalsa vəziyyət pis olar. Vəziyyət pis olar. Və
bu fəzilətdir. Bu elə bir ayəsinkiləri inşallah gələn dəstədən bəhs edəcək ki, Tövbə surəsinin 40-cı ayəsi bunlar getirirlər, ona cavab verəcək. Və bir də bu ayənin üstündə bir kəlmə var inşallah deyəcək. Elhamdülillahi Rabbil aləmin. Sallallahu aleyhi ve sellem Muhammed.